7-ci sualına davam edirik. Uyğunsuzluğu müəyyən edin. A variantı, əkin sahələri, şumlanmış yerlər uzandıqca uzanır, sonu görünmürdü. Əlavə baş üzvü dəqiqləşdirir. Uyğunsuzluq istəyirlər bizdən. Əkin sahələri. Nə uzandıqca uzanır əkin sahələri? Yəni, şumlanmış yerlər. Bəli, baş üzvü dəqiqləşdirir. A variantı getdi. B variantı, biz birlikdə ona, ilk müəllimimizə təbrik çıxışı hazırlayarkən dostum öz məsləhətləri ilə hamıya kömək etdi. Əlavə tamamlığı aydınlaşdırır. Gəlin görək buradakı tamamlıqdırmı aydınlaşın. Deməli, kömək etdi kim? Dostum. Dostum nə vaxt, nə zaman hamıya kömək edirdi? Ona təbrik çıxışı hazırlayarkən. Ona dediyimiz kim imiş? İlk müəllimimiz imiş. Yəni, burada ilk müəllimimizi təbrik çıxışı hazırlayarkən feili bağlama tərkibinin asılı tərəfinin əlavəsi verilibdir. O baxımdan tamamlıq deyil, cavab feili bağlama tərkibinin asılı tərəfi olmalıydı. Cavabımız uyğunsuzluğu deyirsə B variantı olacaq. C variantımıza baxaq. Doğru cavabı tapdıq, ancaq digərlərini də izah edək. Sakit görünənlər, yəni səssizliyi ilə seçilənlər təbii ki, daxilən təlatümlü insanlardırlar. Həm əlavə, həm də ara söz işlənmişdir. Bəli, burada təbii ki, ara sözdür. Sakit görünənlər, yəni səssizliyi ilə seçilənlər isə əlavədir. Sakit görünənlərin əlavəsidir. C variantı da doğrudur. D variantına baxırıq. Təpələrin dağ olduğunu zənn etsəydilər, onu aşa biləcəklərini ağıllarından da keçirməzdilər. Əlavədən istifadə olunmayıb. Bəli, burada heç bir aydınlaşdırma yoxdur, dəqiqləşdirmə yoxdur. D variantı da çıxdıq. Qaldı E variantımız. Bir dənə zaten doğru variantımızı tapmışıq. B variantına da aydınlıq gətirək. Səma o qədər saf, sadə qəlbli idi ki, hər kəs onunla dostluq etməyə çalışırdı. Əlavə ikinci dərəcəli üzvə aid deyil. Bəli, doğrudur. Deyə bilərsiniz ki, bəs burada saf, sadə qəlbli necə sualına cavab verir? Bəli, necə sualına cavab versə də idi hissəci ilə işləndiyinə görə onlar ismi xəbər vəzifəsində çıxış etmişdi. Yəni, burada ikinci dərəcəli üzv əlavəli deyil də xəbər əlavəlidir. E variantında çıxdıq. Cavabımız B variantı idi, qeyd eləmişdik zaten. 8-ci sualımıza baxırıq. Hansı cümlələrdə nitq hissəsi və cümlə üzvü baxımından sualı fərqli olan söz vardı? 1. Gümüşü basmalı dəri gödəkçələr yenidən dəbə düşdü. Burada gümüşü necə nə cür hansı sualına cavab verən sifətdir. Sualı da nitq hissəsi də cümlə üzvü baxımından da sualı fərqli deyil. Eynidir. Ancaq burada dəri sözü var ki, dəri biz bildiyimiz kimi isimdir. Material və metallar adlı halda təyin vəzifəsində də iştirak edə bilər. Burada dəri sözü həmin funksiyanı yerinə yetirmişdir. Dəri sözü normalda ayrılıqda nə sualına cavab verdiyi halda cümlə üzvü kimi burada hansı, necə nə cür hansı sualına cavab verir. O baxımdan biri götürürük. Sonra ikinci, yanğından yuxarı mərtəbələrə ziyan dəymişdi. Burada yuxarı sözü bildiyimiz kimi zərfdir, yer zərfidir. Ancaq, belə deyək, bu cümlədə təyin vəzifəsində iştirak etmişdi. Hara sualına deyil, haraya sualına deyil də birbaşa hansı mərtəbələrə ziyan dəymişdi. Burada sualı hansıdır? O baxımdan ikini də götürürük. Yəni, hara morfoloji cəhətdə nitq hissəsi baxımından sualı olduğu halda cümlədə hansı sualına cavab verir.
Üçüncüyə baxırıq, üçüncü cümləyə. Qədim daş kitabələr indi də araşdırılır. Bu üçüncü cümlədə də daş sözü isim olduğu halda, nitq hissəsi baxımından sualın nə olduğu halda bu cümlə daxilində hansı kitabələr, necə cür hansı kitabələr sualına cavab verir. 1, 2, 3 ardıcıllıqla baxsaq, həmin variant elə A variantındadır. Digər variantlarımızı çıxanda cavab A qalır. Yenə də 5-ci suala da baxaq bir dənə. Hazırda məişətdə mis qablardan çox istifadə olunur. Burada da mis sözüdür ki, ayrılıqda nitq hissəsi kimi o isim olsa da cümlə üzvü kimi burada təyin vəzifəsində çıxış edib, necə nə cür hansı sualına cavab vermişdi və 5-cini də götürdük, oldu 1, 2, 3, 5 cavab A variantı oldu.